Salam hörmətli izləyicilər. Bu gün qədim bir balıq yeməyini sizə təqdim eləmək istəyirəm. Bu ta mənim nənəmdən öyrəndiyim bir şeydir, bir yeməkdir. Balıq, müxtəlif göyərtilər, əsasən burada yarpızdan daha çox istifadə olunur. Ağ soğan, bir də zoğalın qurumuş formasından istifadə edirik. Bunun üçün əvvəlcə balığı təmizləmişik və balığı hissələrə böləcəyik. Bunu da nəzərinizə çatdırın ki, balıq əsasən kütün balığından istifadə olunur. Bu yemək üçün kütün balığından istifadə olunur. İndi bunları duz və istiot vasitəsilə yaxşıca dadlandırırıq. Hələlik kənara qoyuruq bunları. Bunları bir kənara götürürük. Taxtamızı müəyyən qədər təmizləyək. İndi isə biz soğanımızı doğrayaq. Halqavari şəkildə, yarım aypara şəkildə. Soğanımızı doğrayırıq. İndi isə göyərtilərimizi çox xırda yox, bir neçə hissəyə bölsək kifayət edir. Bunu da qeyd edeyim ki, erkən yazda yarpızın çox olan vaxtında bu yemək tək yarpızdan daha gözəl olur. Amma erkən yazda. İndiki yarpız biraz vaxtın ötürüb. Ona görə indi yarpızdan az istifadə eləmək lazımdır. Çünki biraz ötüb. Göyərtilərimizi bu qaba yerləşdirək. Burada əsasən kişniş, şüyüd, ispanaq və yarpızdır. Yazda, payızda yarpızın bol vaxtında tək yarpızdan da istifadə eləsəz, görərsiniz ki, çox ləzzətli bir yemək alınır. Burada göyərtini iri doğramaqdan məqsəd odur ki, bu asta vam odda uzun müddətə pişən bir yemək olduğuna görə bu göyərtilər orada tamamilə pişəcək. Ona görə bunu çox narin eləməyin elə bir də əhəmiyyəti yoxdur. Vam xodla ki pişəcək, ona görə lazımdır ki, biraz iri olsun. İndi tavamızı qoyuruq. Mən əvvəldən deməli zoğal qurusun yumuşam, hazırdır. İndi zoğal qurusun, göyü, bir də soğanı birlikdə qarışdıracağam. Üçünü. Bir də müəyyən qədər duz, istiot vuracağam. Bunları birlikdə əvvəlcə bir qarışdırın. Biraz duz, biraz istiot. Göyərləri yaxşı ki qarışdıraq.
Sonra bir hissə həmin bu hazırladığımız göyləri tavanın dibinə yığıram. Və üzərinə doğrayıb hazırladığımız, duzladığımız, istiyotladığımız balığı düzürəm. Sonra qalmış bu göyərti ki, qarışdırdığım buna soğan, soğal qurusu, bunları balığın içərisinə də qoya-qoya və aralarına qoya-qoya belə doldururuq ki, bunun dadı tam qarışsın balığa. Və üstündə elə bil ki, göyərtini tamamilə örtürük. Sonra buna indi mən biraz yağ və hardasa bir stəkanın 1/4 qədər su vurmaq da olar, vurmamaq da olar. Amma ki, ehtiyat üçün bir 2 qaşıq qədər, xörək qaşığı qədər su əlavə eləyəcəm ki, bu suyunu göyərti buraxana qədər orada yanmasın, müəyyən qədər qızarıntı olmasın. Bir də zeytun yağı da əlavə eləsə buna yaxşı olar. İstəyən o baxır hər kəsənin zövqünə ki, kim istəyirsə tək zeytun yağıyla da bişirmək yaxşı olar. İndi qoyuruq bunu qaynamağa, pişməyə daha doğrusu. Hardasa bu yeməyin pişməsi üçün 2 saat vamxodda, ağzı kip bağlı formada qaynamaq kifayətdir ki, bu bişib ərsəyə yetirsin. Çox sağ olun. İzlədiyinizə görə minnətdarım.